Bismillahirrahmanirrahim. İslamda qəzəb və nifrətə yer yoxdur. İslam dini mərhəmət və rəhmət dinidir. İslamda görülən bütün əməllər Allaha xatirdir. Bəndə etdiyi əməli Allaha xatir etsə, bəndəyə xatir etməsə axirət əhlidir. Həzrəti Peyğəmbərimiz buyurur ki, dünya əhlindən uzaq olub, axirət əhlinə yaxınlaşın. Bir dəstə sahabə buyurdu, ya Rasulallah, dünya əhli kimlərdir? Xüsusiyyət və əlamətləri nədir? Həzrəti Peyğəmbərimiz buyurur ki, çoxu yatan insan, çoxu qida qəbul edən, yemək görəndə sevinər, günahı şövq ilə yerinə yetirər, ibadəti halsız süs yerinə yetirər, xəta edəndə üzr istəməz, onlardan da üzr istənilsə də üzrü qəbul etməz. Allahın bəxş etdiyi xoş günə şükür etməz, bəla anında bəlaya səbr etməz. Çox gülən insan.